Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər. İran Rusiyaya milyardlarla dollar dəyərində raket və silah satıb. İndi isə daha ətraflı Urmiyadan yayılan video görüntülərdə rejim qüvvələrinin etirazçılara hücum etdiyi, ancaq etirazçıların geri çəkilməyərək əlbəyaxa döyüşə girdiyi görünür. Etirazlardan yayılan videolarda rejim qüvvələrinin etirazçıları birbaşa atəşə tutduğu görünür. فرار آمدم الان بازداشتگاه قرار میگم پس چی یعنی اینا؟ با تیراندازی میکنه با کلت بی‌ناموس کلنسه کردی اینا یا خدا Əhvazdan gələn görüntülərdə əhalinin kütləvi etirazlara qalxdığı və rejim qüvvələri ilə toqquşmaların yaşandığı görünür. Tehrandan yayılan görüntülərdə isə dünən gecə şəhərdə etirazların davam etdiyi görünür. İranın Sistan və Bəlucistan əyalətinin Dəştiyari şəhərində polis avtomobilinə hücum edilib. Bu barədə Bəluç fəallarının kampaniyası məlumat yayıb. Hücum nəticəsində bir polis zabiti öldürülüb, başqa bir polis isə yaralanıb. Hücumun məsuliyyətinin Xalq Müqavimət Cəbhəsi öz üzərinə götürüb. 2025-ci ildə İranın Sistan və Bəlucistan əyalətində 5-i qadın və 2-si uşaq olmaqla 81 etnik Bəluç hökumət qüvvələrinin atəşi nəticəsində həlak olub. Bu barədə Bəluç fəallarının kampaniyası məlumat yayıb. Həmin müddət ərzində 16-sı qadın və 3-ü uşaq olmaqla 61 nəfər yaralanıb. Bununla yanaşı 7 nəfər minaya düşərək həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Tehranda bazar ertəsi keçirilən kütləvi mitinq İranın düşmənlərinin planlarını pozub və ölkənin ərazi bütövlüyünü qorumaq iradəsini nümayiş etdirib. Bunu İran prezidenti Məsud Pezeşkiyan televiziya müraciətində bildirib. İran xalqı düşmənlərin bədniyyətli planlarına sarsıdıcı cavab verib və bu hiyləgər muzlu qüvvələrə arxalanan Amerikalı siyasətçilər üçün xəbərdarlıq olmalıdır, prezident deyib. Pezeşkiyan qeyd edib ki, miqyasına görə misilsiz olan aksiya vətəndaşların ayıq sayıqlığını və inqilabi nailiyyətlər, eləcə də dini dəyərləri müdafiə etməyə hazır olduqlarını təsdiqləyib. Prezident mərkəzi Tehranın İnqilab meydanında keçirilən hökumət yönümlü mitinqin iştirakçılarına təşəkkür edib.
Öldürülən hökumət məmurlarının qanlarının qisasını alacağıq. Bunu İran məhkəmə sisteminin başçısı Qulam Hüseyn Möhsini Ejey deyib. O, bu qisasın qətiyyətli və təsirli olacağını və bunun reallaşması üçün müxtəlif imkanlardan istifadə edilməli olduğunu bildirib. Ejey baş prokurora və digər prokurorlara etirazların əsas ünsürləri hesab etdiyi şəxslərin məhkəməsini və cəzalandırılmasını sürətləndirmək tapşırığını verdiyini söyləyib. Amerika prezidenti Donald Trump İranla yaranmış fikir ayrılıqlarının diplomatik yolla həlli imkanlarını araşdırır. Bu barədə The New York Times Amerika administrasiyasındakı mənbələrə isnadən yazır. Mənbələrin məlumatına görə bununla yanaşı Trump İrana qarşı hərbi zərbə variantını da istisna etmir. Xüsusilə bəsic obyektlərinə zərbələrin endirilməsi ehtimalı müzakirə olunur. Qeyd edək ki, bəsic sepah tərkibində fəaliyyət göstərən hərbiləşdirilmiş dəstədir. Amerikanın vitse-prezidenti James Vance prezident Donald Trumpı İrana qarşı hərbi zərbələr endirilməzdən əvvəl diplomatik yolları nəzərdən keçirməyə çağırıb. Bu barədə The Wall Street Journal Amerika rəsmilərinə isnadən yazıb. Məlumata görə Ağ Ev rəhbəri Tehrana münasibətdə hələ yekun qərar verməyib, lakin hərbi zərbə variantına meyilli olduğu bildirilir. Nəşr qeyd edir ki, hazırda Ağ Ev İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılması təklifini də nəzərdən keçirir. Almaniya kansleri Friedrich Merz İran rejiminin özünün son günlərini yaşadığını deyib, o bu barədə Hindistana səfəri zamanı bildirib. Əgər bir rejim hakimiyyətdə yalnız güc yolu ilə qala bilirsə, bu o deməkdir ki, artıq sona çatıb. Düşünürəm ki, biz bu rejimin son həftələrini, hətta son günlərini görürük. Hər bir halda bu rejimin seçkilər yolu ilə xalq arasında legitimliyi yoxdur. Əhali ayağa qalxır. Merz vurğulayıb. Qeyd edək ki, İranda baş verən kütləvi etirazlar fonunda ölkədə artıq bir neçə gündür internet bağlantısı kəsilib. İranın Xarici İşlər naziri Abbas Araqçı isə vəziyyətin tam nəzarət altında olduğunu deyib. İnsan Haqları Təşkilatlarının məlumatına görə etirazlar zamanı 500-dən çox insan həyatını itirib, 10 mindən artıq şəxs saxlanılıb. Fransa İrandakı səfirliyinin əməkdaşlarının bir qismini təxliyə edib. Bu barədə AFP məlumat yayıb. Məlumata görə səfirliyin diplomatik heyətinin bir qismi 11-12 yanvar tarixlərində İranı tərk edib. Təxliyə olunanların dəqiq sayı açıqlanmır. Bildirilib ki, təxliyə edilənlər səfirliyin əsas əməkdaşları deyil. Fransanın Tehrandakı səfirliyində təxminən 30 nəfər çalışır. İsrail ordusu İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırlıqlıdır. Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin deyib. O qeyd edib ki, İsrail ordusu daim müdafiəyə hazırdır. General İrandakı etirazları İslam Respublikasının daxili məsələsi hesab edir. Eyni zamanda Defrin İsrail ictimaiyyətini təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb. Son günlərdə İrandakı vəziyyətlə bağlı bir çox şayiə yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı bir dəyişiklik baş verərsə sizi məlumatlandıracağıq, deyə vurğulayıram. Şayiələrə aldanmayın. İran Rusiyaya 4 milyard dollar dəyərində silah satıb. Bloomberg'in məlumatına görə bu silahlar Ukraynaya qarşı müharibədə istifadə üçün nəzərdə tutulub. İran həmçinin Rusiyaya Sursat və Şahid 136 kamikadze dronları tədarük edib. Məlumata görə 2,7 milyard ABŞ dolları dəyərində paketə yüzlərlə Fatih 360 qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raket və hava hücumundan müdafiə sistemləri üçün 200 yer hava raketi daxil olub. Bundan əlavə, Tehran Rusiyaya milyonlarla ədəd sürsat və artilleriya mərmisi göndərib. 2023-cü ilin əvvəllərində isə hər iki ölkə arasında əlavə 1,75 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb. Bu müqavilə Şahid 136 kamikadze dronlarının tədarükünü və onların Rusiya ərazisində Geran 2 adı altında istehsalı üçün texnologiyanın ötürülməsini əhatə edib. Qeyd edilib ki, bu rəqəmlər son deyil, çünki əlavə silah tədarükləri gözlənilir. Bildirilib ki, Moskva ilə Tehran arasında əməkdaşlıq Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan əvvəl başlayıb. İlk raket tədarükü müqavilələri 2021-ci ilin oktyabrında imzalanıb. Rusiya və İranın 2025-ci ilin yanvar ayında strateji tərəfdaşlıq müqaviləsi imzalamasına baxmayaraq, sənəddə qarşılıqlı müdafiə ilə bağlı heç bir öhdəlik yoxdur. Həmçinin qeyd etmək lazımdır
lazımdır ki, Moskva 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə zamanı Tehrana heç bir əhəmiyyətli yardım göstərməyib. Ukrayna prezidenti Volodimir Zelenski İrandakı geniş miqyaslı etirazların Rusiya üçün şəraitin yaxşılaşmayacağını göstərdiyini söyləyərək etirazların dəyişiklik üçün bir şans olduğunu deyib, bu barədə o özünün X hesabında paylaşım edib. Zelenski dünyadakı bir çox insanın İranlıların Ukraynaya və digər ölkələrə zərər gətirən rejimdən azad olmalarını istədiyini söyləyib. O, dünya liderlərini, hökumətləri və beynəlxalq təşkilatları İranlıları dəstəkləmək və ölkənin hazırki vəziyyətinə görə məsul olanları vəzifədən uzaqlaşdırmaq üçün hərəkətə keçməyə çağırıb. Hər şey fərqli ola bilər, deyə o yazıb. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.